hər kəsin az qala filosof olduğu və ya da ki, psixoloq olduğu bir dövrdə öz psixologiyanı qorumaq və həqiqətən də özünü əksik, yəni özgüvənsiz hiss etməmək məsələsi çətinləşir. Çünki fikir verdiyim və bir növ dedikdə məni narahat edən məsələlərdən biri də odur ki, bizim dost çevrəmizdə də və ya ki, sosial mediada da insanlar çox rahatlıqla bir-birlərinə diaqnoz qoya bilirlər və ya da ki, çox rahatlıqla psixoloji terminlərdən istifadə edə bilirlər. Hansı ki, psixologiya ilə heç bir əlaqələri yoxdur, hər hansı bir mütəxəssislik dərəcələri yoxdur, təhsilli deyillər bu barədə. Sadəcə maraqlanırlar, bəlkə də özünü tanımaqla bağlı, özünü müşahidə ilə bağlı nələrsə öyrənirlər və ya da ki, hər hansı bir təlimlərə qatılırlar, amma çox rahatlıqla insanlara diaqnoz qoya bilirlər. Məsələn, sosial çevrəndə bunu görə bilərsən. Hansı ki, bəlkə dostların bunu sənə etməyə çalışırlar. Çox manipulativ fikirlər və davranışlardır, hansı ki, və o qədər yəni haqsız bir yerdəndir də. Yəni çünki belə deyək də, məsələn, sosial çevrəndə bunu nümunə əsasında deyəcəm. Tutaq ki, insanlara uyğunlaşmağa çalışırsan və uyğunlaşmağa çalışdıqda səni özgüvənsiz, yetərsiz, dəyərsiz hiss etdirməyə çalışırlar ki, sən özgüvənsizsən, sən özünə xəyanət edirsən. Falan şey seçərkən niyə insanların fikirlərinə əsasən seçirsən? O qədər yəni haqsız və bir növ belə deyək də anlayışsız bir yerdən bir fikirdir ki bu. Çünki biz insanıq və bizim dəyər verdiyimiz insanlar var və biz dəyər verdiyimiz insanlara qarşı həssas oluruq və burada artıq bir çox hallarda mən anlayışından çıxıb biz anlayışına keçid etdiyimiz üçün dolayısıyla bizim bu yerlər həssas yerlərimizdir və bu qərarlara hər hansı bir qərar verərkən onların fikirlərinə də önəm veririk, onların təsdiqinə ehtiyac duyuruq. Bu çox normal və təbii bir məsələdir və prosesdir və bunu bilməyini istəyirəm ki, əgər bu tip insanlar varsa, məsələn, bəlkə həddindən çox təşviş ola bilərsən, səliqə səhmana çox bir növ fikir verən bir insan ola bilərsən və sənə təşviş pozuntusu, OKB qoya bilərlər. Hansı ki, çox yəni yanlış bir yerdəndir və sən özünü bir növ o diaqnoz adı altında özünü limitlənmiş, əksik, yəni pis hiss edə bilərsən və dolayısıyla bu fikirlərdən bu tip insanlara qarşı məsafə qoymağını, sərhəd qoymağını və uzaq durmağını tövsiyə edərdim və sənə hər hansı bir diaqnoz qoymağa çalışarkən kimsə, onun mütəxəssislik dərəcəsinə baxmağını tövsiyə edərdim. Çünki psixoloq heç bir halda diaqnoz qoymaq ixtiyarına sahib deyil. Bunu bilməyini istəyirəm. Belə.